Azərbaycan futbolunun ənənəvi nəhəngi sayılan Neftçi bu mövsümdə azarkeşlərini məyus etdi. Zəngin tarixə, böyük büdcəyə və geniş azarkeş ordusuna sahib olan bu klub nə çempionluq mübarizəsinə qoşula bildi, nə də Avrokuboklar üçün mübarizə aparan kollektivə çevrildi. Bəs bu nəticələrin arxasında nə dayanır? Problemlər haradan qaynaqlanır? Günahkar kimdir? Sadəcə bir mövsümün yox, artıq bir neçə illik çöküşün səbəbləri nədir? Neftçinin bugünkü vəziyyətinə nəzər saldıqda ilk diqqət çəkən məsələ klubun idarə etmə modelidir. Son illərdə tez-tez dəyişən baş məşqçilər, qeyri-sabit idman direktoru siyasəti, eləcə də başsız kimi görünən struktur ağqaraların sabitliyinə ağır zərbə vurur. Klub rəhbərliyi uzun müddətli strategiya ortaya qoymaq əvəzinə qısa müddətli nəticələr üçün təzyiq altında qərarlar verir. Bu isə nə kluba, nə də gələcək planlamalara faydalı olur. Daha acınacaqlısı isə budur ki, 28 milyon manatlıq büdcəyə sahib olan Neftçinin rəhbərliyi bu qədər böyük maliyyə resursu fonunda uğursuzluğa dair açıq şəkildə hesabat vermir. Fiasko adlandıra biləcəyimiz mövsümə baxmayaraq, klubun rəhbərləri mətbuatdan və azarkeş suallarından yayınmağa çalışır. İctimaiyyət qarşısına çıxmaqdan çəkinirlər. Son illərdə Neftçi də tez-tez məşqçi dəyişikliyi baş verir. Bu dəyişikliklər adətən nəticə gəlmədikdə təcili şəkildə həyata keçirilir. Lakin uzun müddətli uğura hesablanmış bir futbol fəlsəfəsi formalaşdırılmır. Əcnəbi məşqçilərlə əməkdaşlıq təcrübəsi gözlənilən effekti verməyib. Yerli mütəxəssislərlə yol yoldaşlığı isə yenicə Samir Abbasovla başlayıb. O da özündən əvvəl yaranan problemləri həll etməyə çalışır. Bütün səhvlərin fonunda komandanın oyun tərzində ardıcıllıq qurmaq mümkünsüz hala gəlib. Meydanda futbolçuların koordinasiyası dağılmış vəziyyətdədir. Nəticədə Neftçi futbol oynamaqdan çox mübarizə aparan, amma nəticə qazana bilməyən bir komandaya çevrilib. Transfer siyasəti ağqaraların növbəti ağrılı nöqtəsidir. Hər transfer dönəmində legioner axını ilə gündəmə gələn klub gətirilən futbolçuların əksəriyyətindən fayda görmür. Bir çoxu formadan uzaq, motivasiyasız və uyğunlaşma problemi yaşayan oyunçular olur. Yerli futbolçular isə ya düzgün istifadə edilmir, ya da potensiallarına uyğun sistemə inteqrasiya olunmur. Bu isə nə güclü əsas heyət formalaşdırır, nə də uzun müddətli inkişaf perspektivi yaradır. Neftçi daim güclü azarkeş dəstəyinə arxalanan klub olub. Lakin klubla fanatlar arasında yaranmış gərginlik artıq münasibət böhranına çevrilib. İctimaiyyətlə əlaqə zəifdir, azarkeşlərin tənqidlərinə cavab verilmiş, mətbuatla ünsiyyət isə formal bəyanatlarla məhdudlaşır. Neftçinin uğursuzluğu təkcə cari mövsümə aid deyil. Bu, bir neçə mövsüm davam edən sistematik çöküşün nəticəsidir. 2021-ci ildə əldə edilən çempionluqdan sonra klub rəhbərliyi bu uğuru davam etdirəcək struktur islahatları aparmaq əvəzinə yalançı rahatlıq hissinə qapıldı. Halbuki rəqiblər, xüsusən Qarabağ və digər yeni klublar sistemli şəkildə inkişaf edir. Ağqaralar isə yerində saymaqla rəqibləri ilə fərqini daha da artırır. Neftçinin bu səviyyəyə düşməsində günahı təkcə məşqçilərdə, futbolçularda və ya bir oyun epizodunda axtarmaq sadəlövhlük olar. Problemi sistematikdir. İdarə etmədən oyun fəlsəfəsinə, transferdən azarkeş münasibətinə qədər hər mərhələdə böhran yaşanır. 28 milyon manatlıq büdcəyə malik olan bir klubun bu nəticələri göstərməsi Azərbaycan futbolu adına utanc vericidir. İnkişaf isə yalnız baş məşqçi dəyişikliyi ilə deyil, köklü islahatla, şəffaf idarə etmə və real strategiya ilə mümkündür. Əks halda bu böhran dərinləşəcək və Neftçi bir zamanlar Azərbaycanın futbol qüruru olan adını yalnız keçmişdəki uğurlarla xatırladan bir muzey eksponatına çevriləcək.